Götürelim. 9-cu sualdan başlayırım. M funksiya var burada. Baxım görüm hardadır bu funksiya. 2 1-lə. Baba baxıram ki, yuxarıdadır. Gəlirəm M 2 1-lə funksiyaya giriş edirəm. A olacaq. A-nın qiyməti nədir? 2. 2-ni 2-yə vuranda 4, üstünə 2 gələndə 6. V oldu neçə? 6-nın üstünə 1 gəl neçə olacaq? 7. Retro nəyə qaytardı? Cəm. Neçə verdi bizə cəm? 13. Deməli, mən burada hansı qiyməti aldım? 13. Amma bir dənə də baxıram ki, deməli, funksiya daxilində burada funksiya var. Bir dənə də n var. Möhtəzədə 2 və nə oldu burada artıq? 13. Deməli, mən n 2 və 13-nə bir də yuxarı qalxıram funksiyanı çağırıram. M A bərabər olacaq. A-nın qiyməti 2-dir. Yenə 6 elədi. B oldu neçə? 19. 6 ilə 13 topladım axı. Sonra ikisini toplayanda neçə verdi bizə? 25 retro. Deməli, mən 2 və 13-də hansı qiyməti aldım? 25. M də öz qiymətini da elektrondur. Ona görə K-ya mənimsədə bildi. Neçə oldu? 25. Sonra bura baxın. Day biz böyümüşük. Dövrə dəfələrlə girib çıxmırıq. Baxaq görək, baxırıq ki, gövdədə nə işi görüb bu? Baxıram ki, 2-yə bölünəndə qalıq 1-dən fərqlidirsə, əgər qalıq 1-dən fərqlidirsə, bu cüt ədəddir, yoxsa tək ədəd? Cüt ədəd. Və S-in qiyməti, başlanğıc qiyməti 1-dir, 1-1 artır. 1-1 artmaq nə idi? Saymaq, düzdür? Baxıram. 1-dən 15-ə qədər mən cüt ədədlər axtarıram, onlar sayacaq. Hansılardır? 2, 4, 6, 8, 10, 12, 14. Say neçədən oldu? 7. Axı bir dənə də əlavə var idi burada. S1-dən başlamış. Neçə oldu? 8. Sonra deməsin ki, müəllimə şey oldu. Sürətli izah elədiniz. Mən olduysam. Baxıram. Cavab 5-dir. Cavab 5-lə funksiyaya giriş elədim. Düşdüm bura, ay millət. Şərt doğrudur. Yox. Keçirəm bu retron sərbəst operatoru. 5 vurulsun. Cavab 5-dən bir çıxan neçə qalır? 4. Cavab 4-ün qiyməti var bizdə? Yoxdur. Yenə funksiyaya müraciət eləməliyəm. Cavab 4 üçün gedirəm funksiyaya müraciət edirəm. Şərt doğrudur? Yenə yox. Bu dəfə 4 vurulsun nə? Cavab 4-dən bir çıxan neçə qalır? 3. Yenə cavab üçün baxın görün hardasa verilib qiyməti bizə. Verilməyib. Cavab 3-lə funksiyaya girirəm. Şərt doğrudur? Keçirəm. 3 vurulsun. Cavab 3-dən də bir çıxan nə qalacaq? 2. Qalxıram yuxarı. Cavab 2. Şərt doğrudur? Yox. 2 vurulsun. Cavab nə? 1. Qalxıram yuxarı. Cavab 1-lə. Şərt doğrudur? Yox. Düzdür. Nədir burada? 1 vurulsun. Cavab nə? 0. Gəlirəm bura. Cavab 0-la giriş edirəm. Şərt doğrudur, doğrudur. Retron nəyə qaytardı mənə? 1-i. Cavab 0-ın qiyməti nə oldu, ay millət? 1. Gətirib burada cavab 0-ın qiymətini yerinə qoyuram. 1-i 1-ə vuranda nə verəcək? 1. Cavab 1-in qiyməti nə oldu? 1. Cavab 1-in qiyməti 1-dir. 2-ni 1-ə vuranda nə verdi bizə? 2. Gətirirəm bura. 3-ü 2-yə vuranda neçə verəcək? 6. Cavab 3-ün qiyməti nə oldu? 6. Gəlirəm bura. 6-dır. 4-ü 6-ya vuranda neçə verir? 24. Cavab 4-ün qiyməti nə oldu? 24. Əslində faktorialdır da belə baxanda, düzdür? 5-i 24-ə vuranda 120. Bizdən də cavab 5-i istədiyinə görə cavab 5-in qiymətini aldıq? 120. Oldu? Keçid edirəm növbəti. 12. Baxın, bizə deyir ki, 56-nı 2-yə böləndə qalıq 0-a bərabərdir. Bərabər. Orada bir dənə belə şərt ödəsə bizə bəsdir. Digərinə baxmıram. Print var burada. 56-nı 2-yə böləndə tam hissə neçə olacaq? 28 artıq çap olundu. EC-yə baxmıram, amma sərbəst bir dənə də print var. Buna da baxın. 56-nı 2-yə böləndə 28. Bir də D-ni 5-ə bölür, ay millət. 65-i 5-ə böləndə qalıq nə düşəcək? 0. 28, 28, 0 çapa yolu. Sonra keçid edirəm 13-ə baxırım. Bunlar sərbəst iflərdir, bilirsiniz, hamısına baxırım.
A ilə B-ni topladı. Toplayanda neçə eləyəcək? 0. 0 0-a bərabərdir. Hə, bunu çap elədi. Printdə. Mənfi alfa 6-dan böyükdür? Yox. Bu if səhv olduğuna görə else bura aid. Printdə bir dənə çap edəcək 2-ni. Oldu. Nə bildim orada boşluqda 0-dan 2 götürür. Y-nin qiyməti diqqətiniz burada olsun. Bu i, bax bunu var adı nömrələyirəm. Əgər siyahı verilibsə, nömrələnməyə çalışın ki, görək burada bizdən nə soruşur. Dediyim kimi biz artıq böyüdük deyə day dövrə çox girib çıxmırıq. Gövdəyənə baxıram görüm neyinir. K bir dəfə sayır. Bir artır. Nələri sayır? Bax, i-nin başlanğıc qiyməti 0-dır. Bir-iki dəfə girim görüm nə baş verir. Belə baxan kimi görmürüksə. Bir A-nın 0-cı elementi 5-dən böyükdür. Aşağılar A-nın 0-cı elementi 1-dir. 1 5-dən böyükdür. Yox. Deməli 5-dən böyük elementləri neyinir? Sayır. Hansı elementlər 5-dən? İ-nin hansı qiymətlərində 5-dən böyük olacaq? 1 5-dən böyükdür. Birinci element. Yox. İ 1 artırdı onsuz. 2 5-dən böyükdür. Yox. 3 5-dən böyükdür. Üçüncü qiymət 6-dır. Düzdür? 4 5-dən böyükdür. Yox. 5 5-dən böyükdür. Yox. 6 5-dən böyükdür. Yox. 7, i-nin 7-ci qiyməti 5-dən böyükdür. Sonra 8-ci qiyməti 5-dən böyükdür. 9-cu qiyməti 5-dən böyükdür. 10 deyil. 11 ödəmədi. 12 ödəmədi. 13 ödəmədi. Bir dənə ödədi. 14. Sayıram neçədən oldu? 5 dənə. Bizdən də zaten sayın soruşurdu bunu. K-nı çünki çap edib sonra. 15-də nə deyir ay millət? 12 13. X 12, Y 13. 13'ü 2'ye vurana ne inecek? 2'den 13. Toplayana ne inecek? 12, 2'den de 13. 12, 2'den 13. Hansı variantdadır? A variant. Diqqətiniz burada olsun. Bu ədəd böyükdür 0-dan. Hə. X-i 100-ə vurana nə verəcək bizdə qiymətimiz? 0. Bu ədədi 100-ə böləndə qalaq nə verəcək bizdə? 85. Düzdür? N bərabər 1000-ə böləndə tam hissə nə olacaq? 1000-ə böləndə bu ədəd tam hissə nə olacaq? 8. Düzdür? Qalxdı yuxarı. 8 böyükdür 0-dan. Deyirəm hə. X bərabərdir. 85-i 100-ə vurdu. Elədi 850. 8-i də 100-ə böləndə qalaq nə olacaq? Neysə səhv eləmədik biz burada. 850 üstünə də gəldi nə qalığı? Bizdə nə vermişdik? Ha, sorry. 100'ə vuruq. 8500 üstünə 8 gəldi. Aha. Endi oldu neçə? 0 çıxdı. Cavabımız nə olacaq? 8. Ne var ya? 8500 üstünə 8 gəldi. Bura baxıram. Aşağılar. 2-ni 7-yə böləndə qalıq neçədir? 2. Düzdür? 2-ni 7. Tam hissəni götürür, həm də qalıq götürür. 2-ni 7-yə böləndə tam hissə nə olacaq? 0 nöqtə tam hissəsi 0 olacaq, qalıq 2 olacaq da, düzdür? 0-dan fərqlidir bu ədəd. Fərqlidir də. Onu nəyə çap edəcək? A-nı. Bunun LCS-ini görmürük, düzdür? Buralar getdi. Bu ifadə mütləq yerinə yetirməliyəm də sərbəstdir. A ilə B-ni topladıq. Neçə elədi? 9. 9 bərabərdir 5-ə. Yox. Onda LC-yə keçəcəm. Nə verəcək bizə? D. Prosto burada end A-dan sonra nə çap olunub? 2 dənə ulduz. A, D hardadır cavab? 18-ə baxın. Ay millət. N-in qiyməti 18. Üstünə bir gəl neçə edir? 19. 19. Bu 18-i hər dəfə i-yə bölür. Və S-lə toplayır. Bu nədir? Sayır. 18-i 1-ə böləcək. Bölünür. 1-ə bölünür. 2-yə bölünür. Bölünür. 3-ə bölünür. Bölünür. 4-ə bölünür. Yox. 5-ə bölünür. 6-ya bölünür. 7, 8, 9, 10-a bölünür. Bir də sonunda nəyə bölünəcək? 18-i. Neçədən eləyəcək? Sayır. 6-dan. 19-da. O bir neyinir day millət? Hamısını böyük yazır. Python hamısını necə yazacaq? Böyük. Bu x-in toplayacaq. Kapitalizə birinci hərfi böyük yazır, digəri. X-in toplayanda Q hərfini böyük yazacaq, digəri kiçik. Hansı olacaq? D variant.
Baxın, qəşəng maraqlı sualdır. Biz artıq normalda bunun içərisinə bu qədər girməli deyilik. Deyir ki, 289 9-dan böyükdür. Deyirsən, hə. A bərabər olacaq funksiya. Ədədə girəcək 289. Düzdür, funksiya. Gəlirəm funksiyanı burada. Normalda mən baxanda bilməliyəm ki, bu qalıqdır. Sıfırla başlayırsa, qalığı toplayırsa, bu cəmləyir. Bu da tam hissəni tapır. Düzdür. Ədədin rəqəmlərin cəmi tapır. Amma yox, əgər belə bilmirsinizsə, bir dəfə, ən azı bir dəfə girə bilərsiniz. 289 böyükdür sıfırdan. Deyirəm, hə. Q neçə olacaq qalıq? 9. S olacaq 9. X olacaq 28. Qalxdı yuxarı. 28 böyükdür sıfırdan. Deyirsən, hə. Q olacaq 8. S olacaq 8 ilə 17. X olacaq neçə? 2. 2 böyükdür sıfırdan. Deyirsən, hə. Q olacaq 2. S olacaq neçə? 19, x olacaq 0. 0 sıfırdan böyükdür, yox. Deməli, retron bizə nəyə qaytardı? 19-u. Bax, bu funksiyanın qiyməti nə oldu? 19. A-nın qiyməti nə oldu? 19. Bir də qalxır yuxarı. 19 böyükdür 9-dan. Deyirəm, hə. Və bildikdə bu 19 A bərabərdir. Ədəd 19-la funksiya girən neynədir? Rəqəmlərin cəmini tapdı. Deməli, bu rəqəmlərin cəmi nə verəcək bizə? Artıq da bir dəfə girmirsən də, yeni şeyə girməyə nə dəxli var ki? 10 eləyəcək. Düzdür, bunun rəqəmlərincə. A oldu, oldu. Bir də qalxdı yuxarı. 19-dan böyükdür deyirəm, hə? A bərabər olacaq ədəd. Bu dəfə də nə ilə girəcək? 10 ilə girəcək. 10 ilə girəndə nə çıxacaq? 1 çıxacaq. 1 9-dan böyükdür, yox. A-nı istəyir. A-nın axırıncı qiyməti olur 1. Oldu? Girin 1-ə bax. Baxın. Bax, 0-la girir. N bərabərdir 0. 0. M hərfi bərabərdir. 0 üstə gəlinsin, 0 üstə gəlsin, Sn. Bu da bizdə 0-dır. S0 üçün gedirəm funksiya axtarıram. 0-a 0 yerinə qoyuram. 2-ni 0-a vurdu, nə verəcək bizə? 0 üstünə 3 gəldi, 3. Y3-ü qaytardı. Deməli, burada bizə nə qaytardı? 3-ü. Bu hərfi nə oldu? 3. Qalxdı yuxarı. N aldı bu dəfə 1 qiymətini, düzdür? M hərfi bərabərdir. M-nın qiyməti nədir bizdə? 3. Üstə gəlsin. S, M hərfinin qiyməti 1 idi. Bunu 1 ilə bu dəfə girirəm bu defə. 2-ni 1-ə vurdu. 2 üstünə 3 gəldi. Neçə elədi? 5. Deməli, buranın qiyməti neçədir? 5. Toplayan neçə elədi? 8. N axırıncı qiymətə girir 2 ilə. N bərabərdir. 8 üstə gəlsin. S 2. 2-nin qiymətini burada gedib axtarıram. 2-ni 2-yə vuranda 4. Üstünə 3 gələndə 7. Bura nə verəcək bizə? 7. Toplayanda nə verdi? 15. Deməli, bizim ədədimiz nə oldu? 15. Oldu? 22. Bu ədədimiz sıfırdan fərqlidir, hə. Bunu 10-a vuranda 0, ədədi 100-ə böləndə qalıq nə qalacaq? 11. Düzdür? Ədədi 100-ə böləndə tam hissənə qalacaq? 11. Qalxdı. 11 fərqlidir 0-dan. Hə. 11-i 10-a vuranda eləyəcək 110, 110, 110. Üstünə də gələn 11-i böləndə 100-ə qalıq nə olacaq? 11. 11-i 100-ə böləndə tam hissən olacaq 0. 0 0-dan fərqlidir yox. 111-in üstünə 11 gəl neçə eləyir? 23-ə baxırsınız. 8 ədədi daxil edilərsə. Millət. Burada 8 daxil etsə də dövrə çox da girib çıxmırıq. Ya bu arada yadınızda saxlayırsınız ki, fordan sonra else varsa, while'dan sonra else yazılıbsa, bu else mütləq yerinə yetirilir. Çünki sənin dövrün ödənmədiyinə görə gəlib düşürsən bura. Ona görə həmişə yerinə yetirilir. Çünki şərt ödənmədi, dövr ödənmir, yəni bax məntiqlə fikirləşir. Bu ödənmir deyən mən ax gəlirəm bura. Ona görə bu else-ni həmişə yerinə yetiririk. I aldı 0 qiymətin, A da 4-dür. Şərt doğrudur, hə. A bərabərdir. 0 2-yə vuranda 0, A ilə oldu nə? 4. I aldı 1 qiymətin, A da alıb 4 qiymətin, 4-də qalıb. Şərt doğrudur, hə. 1 2-yə vuranda 2, A oldu neçə? 6. I aldı hansı qiyməti? 2 qiyməti. Gəlir, şərt doğrudur, deyirəm, hə. A bərabərdir.
2-ni 2-yə vuranda 4, üstünə 6 gəl neçə oldu? Elədi, 10. İ aldı 3 qiymətin. Şərt doğrudur? Yox, doğru deyil. Sonra i 4 qiymətini alacaq. Yəni şərt doğru olmayacaq. 5, 6, i sonuncu hansı qiyməti alacaq? 7 qiymət. 7-dən sonra 8 ala bilir? Yox. Çıxanda E-sini gördük. Çünki məcbur yeni yetirməliyəm, dövr ödəmədi. A-nın qiyməti axırıncı 10-da qalmışdım. İ-nin sonuncu qiyməti nə idi? 7. Toplayana neçə edəcək? 17. Oldu. Sonra. Burada 243 ilə dövrə girirəm. Daha doğrusu funksiyaya girirəm. 243. 243-ü 1-ə böləndə qalıq 1-ə bərabərdir. Yox. Yoxdur, düzdür. Keçirəm LC-yə. 3-ü vururam 243-ə. Bir dənə də çıxıram. 243-ü ona böləndə tam qalıq nə olacaq? 3. Neçə eləyəcək? 3-ə vurub çıxacaqsınız. 726. 25-dir. Gənclər, inputla bələdçi informatika məktəbini daxil elədim. Word burada funksiyadır. Bu funksiya ilə daxil oluram. Split nədir? Boşluğa görə susma halında parçalayır və siyahıya çevirir. Ədədimiz olacaq bələdçi, vergül, dırnaqda informatika, vergül, bir dənə məktəb. Çox. Len sayır neçə dənədir? 1, 2, 3. Sağım sol 3. 26 yəqin ki, rahat olar. 1 və 2 ilə giriş edirəm. Dərs deməli. Tamam. 1 və 2 ilə giriş edirəm. 1 və 2 ilə giriş elədim. Baxaq görək 1 ilə 2 ilə. 1 ilə 2-ni toplayan neçə elədi? 3. Şərt doğrudur. Düşürəm aşağı. A-nın qiyməti oldu neçə? 2, 2. B-nin qiyməti neçə oldu? 4. Toplayanda yenə doğrudur. A olacaq neçə? 3, B olacaq 6. Toplayanda yenə doğrudur. A olacaq 4, B olacaq neçə? 8. Toplayanda 12 elədi, yenə doğrudur. A oldu 5, B oldu neçə? 10. Topladıq, 15 elədi, doğrudur. A oldu 6, B oldu 12. Topladıq, neçə elədi? 18, doğrudur. A oldu 7, B oldu 14. Topladıq, şərt səhv oldu və çıxdıq. Heç nə, deyir ki, reklamda bunu qaytar. 7 ilə 14 neçə eləyir? 21. Hə, gənclər. Burada bilirsiniz nədirsə. Çünki əslində səhv deyil. Biz yəqin ədədi olaraq toplamışsınız. STR-lər yan-yana yazılmalıdır orada. Hə, i-nin birinci qiyməti nədir? 0. 0-ı 2-yə böləndə 0-cı elementimiz nədir ki? 2-ni 2-yə böləndə qalıq 0-a bərabərdir. Hə, K neçə oldu? 2. Gəlirəm. Sonra i alacaq 1. Birinci elementimizi 2-yə böləndə qalıq 0-a bərabərdir. Yox. i alacaq 2. İkinci elementimizi 2-yə böləndə qalıq 0-a bərabərdir. Yox. Int A1. A1-in qiyməti nədir bizdə? 0, 1, 2, 3. 5-i vuranda 9-a neçə eləyəcək? 45. B-nin qiyməti 45 oldu. Bax, B 45. K 2-dir. C də A1 ilə A2-ni toplayır. 1 ilə 2 nədir bizdə? Əslində bu 59 olmalıdır. 59 olmalıdır. Prosta bunlar yəqin şey olaraq, ədəd olaraq toplayıblar. Ona görə cavabdır. Çünki STR-lər toplayana yan-yana yazılır. Sonra sonuncu olaraq burada da. Tam hissəni götürəcək 15-dir. Tam hissəni götürəcək 15-dir. Fular həm tam həm kəsiri götürür 15 al. Burada 105 olur. Yəni int 105 olacaq. Burada 15 olacaq. Burada inti götürəcək 15 olacaq. 15 olmayan 3 ilə 4.